Günorta efirdeyik. Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özel gününüzün seçimi. Aydın olsun, gün ortanız aydın olsun. Salam aleyküm. Necəsiniz? Biz gəlmişik, başlamışıq. MTV-də gün orta efirdəyik. Efirdədir. Mən Səbuhin yanındayım. Səbuh, xoş gəlmişsən. Dayan bir mikrofon da verim sənə, nə olar ki. Çoxdandır verilişimizdə yoxsan. Öyrəşmişdin səhər gəlməyə, indi gün orta gəlirsən. Salamlayıram hər kəsi. Sən Gəncədəydin deyəsən. Bəli, Tapa bəli, bilmirdik səni. Neynirdin orada? Çalışırdı burada iş. Niyamla? Bəli, bəli. Mən buradan Niyamı salamlayıram. Əziz dostum, Niyam Səlami. Səni gözləyirəm efirimizdə. İnşallah. Deyəsən, gəliblər, qayıdıblar. Səbuhi də bugün efirimizdədir. Nə xoş. Əziz dostlar, bugün maraqlı qonaqlarımız var. Canlı musiqi var. Demək ki, qonaqlar canlı ifa edəcəklər. 404-84-24 bu bizim telefon nömrələrimizdir. Mən istəyirəm ki, siz həm bizə baxasınız, həm telefon açasınız. Bugün ad gün olanlar var, bugün toy olanlar var. Təbrik eləməyə hazırıq. Xüsusi günləriniz varsa təbrik eləməyə hazırıq. Niyə də yox? Bu efir sizin efirinizdir. Çünki biz sizin çağırılmamış qonaqlarınızıq. Hər gün, həftə içi 5 gün saat 14:00 olanda bilirsiniz ki, gün orta efirdəyik deyib Lamiyə gələcək. Siz məni çağırmırsınız ki, mən gəlirəm. Sadəcə arzulayırsınız ki, saat 2 olsun, Lamiyə bircə evimizə gəlsin. Mən də gəlirəm. Ona görə də Lamiyə də nə edir? Arzulayır ki, siz telefon açasınız, danışaq, söhbətləşək. Birdən elə bilərsiniz, qonaqlar gəlməyib. Qonaqlar gəlib, yavaş-yavaş gəlirlər, çatıblar. Amma mən sizlə sadəcə bir dərdləşmək istədim ki, onu da düşünürəm ki, danışırıq, söhbət edirik. Həm də sevindim, Səbuhini bugün gördüm, heç bilmirdim düzü. Səbuhi bugün gələcək. Səbuhi gəldikdə də çox sevindim, çünki demək ki, çox gözəl nəğmələr olacaq, musiqilər olacaq, Aydın Sani olacaq, Süleyman olacaq. Bilirsiniz, Süleyman tanırsan da. Süleymanı mən kəşf elədim özüm üçün. Çox gəncdir. Mənim əziz dostum Nanənin verilişində görmüşdüm. Və sonra sosial şəbəkələrdə başladı qarşıma çıxmağa. İnanın, o qədər gözəl, gəncdir. Amma gözəl sözləri, gözəl musiqiləri, çox sakit ifası və çox sevdim onu. Başqa kanalda olanda o mənim bir dəfə qonağım olmuşdu. Yenə də istədim ki, onu qonaq dəvət edək. O bugün gələcək. Gələcək, verilişimizdə olacaq. Aydın Saniyə də o qədər diqqətlə qulaq asıram, o qədər diqqətlə dinləyirəm. O həm mərdliyi, insanlığı, kişiliyi, efirdə mədəniyyəti, şairliyi, yazısı, qələmi. Bilirsiniz, bu çox önəmlidir. Və bugün təbii ki, çalışacağım ki, mən yox, o danışsın. O qədər maraqlı həm danışır, həm söhbət edir, həm də gözəl oxuyur. Dinləyəcəksiniz bizi, çox maraqlı olacaq. Sima gələcək. Sima Nəsirova. O da gözəl, gəncdir, gözəl oxuyur, gözəl səsi var. Çalışırıq ki, sizin ürəyinizcə sizə necə deyim, xoş olsun, sizin əhvalınız ancaq
İstəyirəm pozitiv enerji alasınız bizdən. Nə xoş mənə, əgər siz Lamiyə deyəndə pozitivliyə köklənirsinizsə. Bəli, 404-84-24. İstəsəz elə indi də telefon aça bilərsiniz. Bir neçə kəlmə danışa bilərik. Əgər bu gün ad günü olanlar varsa, niyə də yox, mən sizi gözləyirəm. Telefon açın, söhbətləşək, danışaq, dərdləşək. Belə biz başladıq. Və qonaqlarım yavaş-yavaş gəlməkdədir. Hər halda indi Səbuhinin gözəl ifalarını dinləyirik. Və günorta efirdəyik, deyəcəksiniz ki, günorta efirdəyik nə deməkdir? Günorta efirdəyik çox, mən bir çox verilişlər aparmışam, o verilişlərin çox fərqli adları olub. Bu yaxınlarda bilirsiniz, səhər görüşləri verilişinin aparıcısıydım. Məsələn, ancaq səhərə köklənirdim və düşünürdüm ki, səhər efirdə olmaq, səhər 6-dan yuxudan durub hazırlaşmaq nə deməkdir, onu bir 2 il dadını gördüm. Amma uzun illərdir ki, mən doğrudan da günorta efirdə olmuşam və saat 14, 13:30, bax belə 14:30, bax belə saatlarda efirdə olmuşam hər zaman və çox öyrəşmişdim. Çox istəyirdim, öyrəşmişəm. Öz evimdən də çox günorta efirini sevirəm. Düşünürəm ki, günorta siz məni gözləyirsiniz axı. Və elə Lamiyənin vaxtı günorta vaxtıdır. Bu bizim vaxtımızdır. Saat 14:00 bizim vaxtımızdır. MTV kanalı. Biz bir ailə devizi altında. MTV-nin verilişləri səhər açılandan ta axşama qədər bizi izləyin. Yeri gəlmişkən axşam zəngimiz də var ha. Yəqin ki, dinləyirsiniz də. Axşam sizin zəngləriniz. Bir baxın, zəng eləyin, uduşlar var. Çox gözəl proqramları arzu edirəm ki, dinləyəsiniz, baxasınız, görəsiniz. Mənsə qonağım gəldi, mən çox danışmayayım. Dedim, axı, mən onu dəvət edəcəm. Çox sevdiyim bir insandır. Artıq onun anonsunu sizə etdim. Çox danışmadan istəyirəm özü elə öz mahnısı ilə, musiqisi ilə gəlsin. Bir-iki xahişim də olacaq ondan beyin. O artıq mənim xahişlərimi bilir. Əslində bilir mən hansı mahnıları daha çox sevirəm. Səbuhi də bilir. Aydın Sani, şair, söz adamı, söz yazarı, gözəl həzin səsi ilə hər kəsin qəlbini fəth edən Aydın, xahiş edirəm gələsiniz. Xoş gəlmisiniz. Ömrüm qatarı keçdi, əfsus daha çox keçdi. Səndən mənə yar olmaz əzizim. Ömrüm qatarı keçdi, əfsus daha çox keçdi. Səndən mənə yar olmaz əzizim. Gör bir neçə səhv etdin, dünyamızı məhv etdin. Yoxdan daha var olmaz əzizim. Könlüm qəmə məhbusdur, dərd aşiqə məxsusdur. Kim dərdə düçar olmaz əzizim. Qoysan da məni yarda, ver qəmləri ard-arda. Eşq əhli bekar olmaz əzizim. Sal yada məni hərdən, bil sevdiyi dilbərdən. Hər halda kənar olmaz əzizim. Düzələr sanma, bir güllə bahar olmaz əzizim. Məndə quru bir candır, vallah o da qurbandır. Bizlərdə bazar olmaz əzizim. Könlüm qəmə məhbusdur, dərd aşiqə məxsusdur. Kim dərdə düçar olmaz əzizim. Qoysan da məni yarda, ver qəmləri ard-arda. Eşq əhli bekar olmaz əzizim. Sal yada məni hərdən, bil sevdiyi dilbərdən. Hər halda kənar olmaz əzizim.
eşqəmə məhbusdur, dərd aşiqə məxsusdur. Kim dərdə düçar olmaz əzizim. Qoysan da məni yarda, ver qəmləri ardarda. Eşq əhli bekar olmaz əzizim. Sal yada məni hərdən, bir sevdiyi dilbərdən. Hər halda kənar olmaz əzizim. Ömrüm qatarı keçdi, əfsus daha çox keçdi. Səndən mənə yar olmaz əzizim. Xoş gəldiniz. Xoş gəldiniz. Burada. Zəhmət olmasa. Ya Allah. Necəsiniz? Yaxşı, biz yaxşıyıq. Salamlayırıq bütün Lamiyə xanım sevərləri, bütün MTV kanalını izləyənləri və xüsusi olaraq elə bizim bu verilişi. Günorta efirdəyik. Hə? Bəli. Auramız gözəl, pavilyonumuz da mübarəkdir, Çox yeni təşəkkür rənglərlə. edirəm. Çox xoşdur. Ümumiyyətlə Lamiyə xanımın boyu tamaşaçılarımıza mən öz baxışımdan istəyirəm bir cümlə deyim. Demək bu xanım dostlar, sözə bir ayrı həssaslığı var, musiqiyə ayrı. Aparıcılığını mən hələ qatmıram. Amma illərlə dostluğumuz var, artıq gün, ay, il dəyişir, amma bir-birimizə olan hörmətimiz, məhəbbətimiz, rəğbətimiz dəyişmir və biz Lamiyə xanımı həmişə çox istəmişik. Elə bundan sonra çox istəyəcəyik. Təşəkkür edirəm. Uğurlu olsun verilişləriniz, düşərli olsun və əsas baxımlı olsun. Amin. Əsas Çox baxımlı təşəkkür olsun. edirəm. Xoş gəlmisiniz. Çox sağ olun. Yaxşısınız. Yaxşıyam, yaxşı dincəlmişəm. Ümumiyyətlə, mənim üçün dincəlməyin... İlk verilişlərdən sizi dəvət eləmək istədik, dedilər yoxsuz. Hə, biraz dincəlməyin mənim üçün mövsümü yoxdur. Yəni, qışda da dincəl. Ümumiyyətlə, insan əgər yorulursa, gələk anında dincəlsin. Mən niyə götürüb 3 ay yay gözləməliyəm ki? Hə? Ona görə də qışın öz gözəlliyi var. Yayın, yazın, payızın, hamısının. Yəni, amma ümumilikdə bizim işimiz belədir ki, dincələ biz həm də iş görürük orada. Aha. Yəni, mən bilirsiniz, yəqin ki, eşitmişsiniz, mən bu televiziya məkanlarını çox danışdım o haqda ki, o Pirşağıya çəkilmişəm özüm üçün oraya. Dostlarımız da gəlirlər yanımıza, şair dostlarımız da gəlir, musiqiçi dostlarımız da gəlir. Elə televiziyada işləyən dostlarımız da bu yay bütün il, yəni bütün mövsümü bir yerdə olduq orada. İnşallah qismət olub. Bəli, bəli, gözəl bir yekə indi məkanımız var. İnşallah hamımızı elə MTV ailəsi olaraq sizə dəvət edirəm ora. Bir gün gəlin. Gələ bilərik. Hə, mütləq. Bilməmişəm mən. Mən bilsəydim yayda çox isti idi havalar. Dəniz başqadır, Lamiyə xanım. gələrdik. Dəniz adətən biri deyir dostlarımızdan ki, dərdləşək də, gəl bir otura bir dərdləşək bir gün. Deməli, sən ona öz yüngülləşmək üçün dərdi danışırsan, o da sənə. Yəni, balans yenə də bərabər qalır da orada, düzdür. Amma dənizin bir dənə xüsusiyyəti odur ki, sən ona danışırsan, o səni dinləyir, amma sənə heç nə danışmır, ötürmür. Əksinə, alır elə bir negativi, sənə müsbət enerji verir, pozitivliyi verir. O belə. Yəni, ümumiyyətlə, dənizə mən o vaxt həmişə həssas olmuşam. Şərt mənim üçün çimmək deyil, şərt mənim üçün orada. Yəni, gəzim kənarında və yaxud bir balaca masa qoyum özüm üçün, termos deyirik də biz ona. Düzdür, orada hər cür şərait var, amma adam istəyir biraz o restoranın özündən də bəli qırılsın. Yəni, çəkilsin qırağı, orada bir çayı özü bəli. Yəni, özü ilə, çünki dənizin o qədər mövzular var. Elə bir ki, hər gələn dalğa bir cümlədir ondan. Hər gələn, məsəl üçün, nə bilim, bir dalğa gəldi, bu getdiyin, ikinci cümlə, danışır elə bilsə ilə. Bu yay nə yazdınız? Bu yay... Dəniz kənarında nə yazdınız? Dəniz kənarında mən demək olar ki, bir illik proqramımı yazmışam artıq orada. Məsəl üçün, qış mövsümü necə olmalıdır, düzdür, indi ilahi qədər var, o başqadır, istisnadır yəni. Amma çox yaxşı düşüncələrlə, yaxşı özümə motivasiya vermişəm. Məsəl üçün, bəzi hallar olur ki, insan özü də yorulur ki, nə qədər olaraq ora, bura. Amma ümidvaram ki, 2-3 yazılarım olub ki, özüm üçün məhsuldar sayıram o yazıları. Yəni, mən hərdən düşünürəm ki, hərdən deyirlər bizə ki, ən belə partladan bir iş, ən gözəl bir iş. Amma o elə olmur, dostlar. O, görürsən, 3-5 yazının içindən 2 dənə və yaxud bir dənə ən yaxşı çıxır, ən çox sevilən çıxır. Bu mövsüm Allah qoysa 3 əlimdə iş var ki, yəni material var, yazı var ki, elə bəstəsi ilə bir yerdə ümidvaram ki, çox xoşunuza gələcək. Yəni, bu belə, bunu
ürəklə deyirəm də, yəni Hələ bir oxumamısınız. arxayınçılığım var. Necə? Hələ oxumamısınız. Yox, oxumamışam, saxlamışam inşallah. Ekskluzivlərdən birində inşallah söz verirəm Lamiyə xanım. Bizdə. Mütləq, bəli, Elə mütləq. ona görə soruşurdum. Çünki biz Ki, gəlir o oxumamısınızsa. gözəl işlərimizi dostlarımızla paylaşaq bəli. da. O qədər aparıcı dostlarımız var ki, amma belə dostlar, amma sonra görürük ki, sən demə bu dost deyil, bu yoldaşdır sadəcə. Ona görə də hə, gəlir adam dostlarının qədrini bilsin ki, hansı insan sənə və yaxud sən o insana nə vaxt bərk söz, nə vaxt arovuzdan məsələn su keçmir və yaxud bunun nəyə görədir bu? O günlər bir dostumuz gözəl bir sözü deyir ki, biri bir dənə yaxşılıq eləyir və biz deyirik yaxşı insandır. Yaxşı insan o insana demirlər ki, bir dəfə yaxşılıq eləyib. Bütün yaxşılıqları özünə cəlb edib, özündə saxlayan insana yaxşı deyirlər. Yəni indi olur da, indi insandır, mən yıxılacaqdım, sən bir dənə çiyin verdin mənə, mən tutdum səndən yıxılmadı, mən çox sağ ol. Bu sənin bir ömür yaxşı insan olmaqla dəlalət deyil ki, mən belə düşünürəm. Düz? Razıyam. Razıyam şair. Sizin sözündən razı olmamaq olarmı? Siz elə sözlər demişsiniz ki, mənim məsələm bir çətin deyəndə ki, deməyək ki, düzdür, hamımızın bir çətin, yaxşı, gözəl və deyək ki, kövrək vaxtlarımız olur. Amma görürsən ki, kimdənsə belə deyək də, xəyanət görürsən. Yox, bu kişilikdən söhbət getmir, kişidən xəyanət görmək yox. Dostdan, rəfiqələrdən və ya mən çox həssas adamam. Çox həssas adamam. Onun üçün qeyd etdim onu əvvəldə ki. Çox həssas adamam. Yəni bir baxışdan, bir hərəkətdən başa düşə bilərəm ki, o məndən öncə nə danışıb, indi nə danışa bilər. Bax, belə bir həssaslığım var və çox belə, biraz çox həssas bir vaxtım idi. Bir neçə vaxt bundan öncə əvvəl də olmuşdu. Mən açdım sizə qulaq asmağa və orada boş verdim, getdi var. O mahnı mənə o qədər kömək eləyir. Yəni, biraz istəyirsən ki, kövrələsən, əhvalın korlansın, düşünürsən adamın birdən o loru deyəcəm, ürəyi partlayır ki, bu nədir? Mən bunu bilirəm, amma göz önündə başqa cür oynayırlar məndən. Və bu məqamda o mahnı mənə, həm sözləri, həm musiqisi qəribə bir boş verdim, getdi. Yalan, sözlərdə nə var? Çox, o qədər mənə təsir edir. Bütün keçib olanları... Ay, sağ olun. Bilirsiniz, ümumiyyətlə, bax, mən özümü orada, yəni, biraz çox mən deyə adam deyəndə biraz özümdən şey gəlir. Yox, deyin, nə olar, elə sizdən danışırıq. Ne deyim ki, konuşum. Yox, sizdən danışırıq, yox, elə məndən danışırıq, mən. Buyurun. Ümumiyyətlə, düşünürəm ki, bir yaradıcı insanın, əgər sən bir cəmiyyətin içindəsənsə və sən bir qəmli bir notlara toxunursansa, sən burada təkcə öz qəmivi düşünməli deyilsən. Ümumi bir obraz yaradırsan ki, bax, yəni mən dünyada və yaxud Azərbaycanda mən tək deyiləm ki, bu hissinlə gözümdən yaş gəlməyən təkcə mənə aid deyil axı. O qədər qəlbi sınmış və yaxud qırılmış insan var ki, o da gözündən yaş gələ bilər. Və adam özünü tək yox, milyonlar hesab eləyəndə və onların dilindən deyəndə sən artıq içində bir mənəvi bir, necə deyim, bir böyük bir gücü hiss eləyirsən ki, yəni mən tək deyiləm və bunu da öz halimdə olanlara həsr edirəm. Və bir var bir əldən bir zərbə gəlsin, bir var yüz minlərin, milyonların əlindən gəlsin. Və o daha effektiv olur və elə mən deyərdim, o mahnıların da o hərə öz payını, o mahnını yükləyəndə, o mahnını özündə, məsəl üçün, flashında olan və yaxud telefonunda olan və yaxud maşında dinləyənlər, onlar elə bax, o mahnıdan öz payını götürənlərdir. Yəni, öz qismətini o mahnı ilə, sanki belə deyək də, mən Lamiyə xanımın dilindən aparıcılıq eləyə bilmərəm. Müəyyən bir an, müəyyən bir saniyə, amma mən Lamiyə xanımın, necə deyim, onun keçirtdiyi hissə, əgər mən keçirtmişəmsə, mən onun dilindən deməliyəm. Və görün nə qədər, məsəl üçün, Aydın var, görün nə qədər Lamiyə xanım var. Bəli, o eyni ruhda, eyni hissiyyatda, eyni xarakterdə. Ona görə düşünürəm ki, ən gözəl uğur odur ki, bir yazı yazanda, bir iş görəndə onu ümumi düşünəsən. Yəni, mən bu söz xoşuma gəldi, mən bunu deyim və bu mənə iki alqış, bir əhsən gətirəcək, bir vav, yox, elə olmalı deyil əslində.
sevgi mahnısı da elədir. Mən məsəl üçün hardasa bir istənilən bir oynaq bir musiqi, bir toy mahnısı və yaxud bir el şənliklərində oxuduğumuz mahnılardan istəmirəm artıq. Bu mənim fikrimdir. Ya, yenə deyirəm, Bəli, bu bəli. prioritet deyil ki, hamıda belə olmalıdır. Bu mənim şəxsi fikrimdir ki, bilirsiniz, bəyimiz, gəlinimiz var olsun, okey, keçdik də burada. Görün, hansı dövrə, sözdə dəyişdirək, sözdə modern oluraq. Bunu biraz da daha bədii. Yəni, onlar iki sevgili arasında bir-birinə nəyi arzulaya bilərlər? Ol onlardan biri, xanımsan sözünü xanımın yerinə qoy, bəysən sözünü bəyin yerinə qoy. Bəy anasısansa özünü haradasa, məsələn, düşüncə ilə ki, bir ana öz övladına hansı günü arzulayar, o üçündən nə deyər orada? Bax, onları iki cümlə ilə qələmə alıb çatdıra bilsən cəmaata, vallahi o toyda bir var oynayanlar, bir var sənlə bir yerdə oxuyarlar hətta. Bax, uğur budur mənim üçün, yəni. Yeri gəlmişkən bir toy məclisində idik. O qədər gözəl kompozisiya ilə çıxış elədiniz ki, mən onu xüsusi çəkmişəm və bir də görürsünüz elə paylaşıram özüm üçün. Demək olar da mən sizin fanatınızam. Niyə deməyək ki bunu? Biz elə bir-birimizin fanatıyıq. Dinləyirəm, qulaq asıram və sizin sözlərdən bəhrələnirəm və sizin nəğmələr, musiqilər və o sözlər xüsusilə mənə kömək eləyirsə, nəyisə atlatıb keçməyə, niyə də yox, yəni mən bunu deməliyəm və sizi dinləyirəm, çox tez-tez dinləyirəm və birdən çətinliyə düşəndə də nə yalan deyim. Mən biraz o bayaq dedimi, qəlb ürəyə salanım da, ürəyə çox təsir edir. Həssas, mənə ürəkdə çox təsir edir və o təsirli vaxtlarımda deyirəm, Aydına qulaq asacağam, Aydın deyəcək öz sözün mənim yerimə. Əsas odur ki, fragmentləri də qoyuram orada. O anın içində, o qəmə yüklənmiş anın içində istəyərdim daha da yüklü olmayasınız. Yəni, o istəyərdim bir necə deyim, sanki özünüz danışırsınız, özünüz oxuyursunuz kimi. Mən həmişə bütün dinləyicilərə onu istəmişəm ki, o sevdiyiniz mahnı var, şərt Aydın deyil, istənilən müğənni, hər bir o favorisi vardı, o bir fanatı olduğu insanlar var. O mahnını sadəcə olaraq dinləməyin. Əgər o mahnı sizə xoş təsir bağışlayırsa, onunla bir yerdə oxuyun onu. Yəni, özünüz də bir sözdə əgər yüngüllük, rahatlıq tapırsınızsa, nə xoş o ifası üçün, məsəl üçün. Oxuyaq mı, boş verdim, getdi. Oxuyaq. Amma başqa mahnı vermişdim orada. Onu da oxuyacaq. Belə olur, ekskluzivlər. Olsun. Buyurun. Olsun. Bütün keçib olanları, bu değersiz zamanları, şirin şirin yalanları boş verdim gitti. Ömrümüzü yiyenleri, xətrimize değenleri, yalancı can diyenleri boş verdim gitti. Gitti, boş verdim gitti. Sildim, boş verdim gitti. Ecel apardı kimleri, adileşmiş ölümleri, yaşanacak zulümleri boş verdim gitti. Yararsız ittihamları, ümitleri, inamları, etibarsız adamları boş verdim gitti. Gitti, boş verdim gitti. Gitti, boş verdim gitti. Bütün müqavimətləri, bir üzdə beş sifətləri, ögey münasibətləri boş verdim getdi. Çəkilməyən cəfaları, yaşanmayan səfaları, dəyərli bir vəfaları boş verdim getdi. Getdi, boş verdim getdi. Sildim, boş verdim getdi. Gitti, boş verdim gitti. Sildim, boş verdim
Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Raging, özel gününüzün seçimi. Günorta efirdəyik. Sen var idin, dünya menimdi. Sen gedenden qaraldı dünyam. İndi sənə ellerim yetmez. Qaldım yenə səndən nigaram. Sen eşkini atıp geden kez. İndi söyle mən nə edim bəs. Həsretindən yoruldum yaman. Qaldım yenə səndən nigaran. Nigaran, 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 qaldım nigaran. Nigaran, qaldım nigaran. Gözlerimin önünden geçer. Senli günler yine azizim. Belki yine ele gün gelir. Kavuşaram sana azizim. Hasretinden yoruldum yaman. Kaldım yine senden nigaran. Nigaran, 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 kaldım nigaran. Nigaran, kaldım nigaran. Teşekkür ederim. Süleyman Niftəliyev, hoş geldiniz. O birisi mikrofonu götürün zəhmət olmasa o oxumaq üçün də. Aha, hoş geldiniz Süleyman. Necəsiniz? Salamlayıram mən də sizi, Amir xanım, tamaşaçılarımızı salamlayıram. Xoş oldu bu günləri elə Aydınla bir yerdəyik. İndi hamıya məlumdur ki, biz illərin dostuyuq. Sizə də öz təşəkkürümü bildirirəm ki, bugün dəvət eləmişsiniz. Sağ ol. Bir dəvət elədik, dediniz ki, işlə bağlı gələ bilmirəm. Mən çox pis oldum. Sonra dünən bir neçə gün öncə yenə dedim, yenə bir telefon açın. Bəlkə gəldi, dedilər ki, hə, artıq gəlir. Nə xoş Süleyman. Mən sizi dostum Nanənin verilişindən tanımışam. Ona görə də o vaxtdan bu vaxta da biz dost olmuşuq. Yəni verilişlərimizdə də olmuşsunuz. Yazıb yaradırsınız. Yeni mahnılar var. Amma heç efirə çıxmırsınız. Heç deyirəm, Aydın, elə adamlar var ki, özləri telefon açırlar, verilişə niyə çağırır? Adamı çağırırıq da gəlmir, amma adamın nə boyda istedadı var. Mikrofona zəhmət olmaz. Ümumiyyətlə, Süleyman haqqında deyil, mən dostu haqqında yaxşı danışar yox, dostu haqqında olduqlarını danışar. Çünki onun içində yaxşısı da, yamanı da onun dostudursa, deməli, sənin özündür. Bəli. Amma Süleyman haqqında yenə deyirəm, Süleyman özü özlüyündə bir yaradıcıdır.
Süleyman gecəyə baxmaz, gündüzə baxmaz, oturar, yazar da, pozar da. Süleyman bir dənə işindən həmişə əvvəl də xoşum gəlib. Bilirəm ki, o çox az istedadlı, yaradıcı dostlarımız da var. Məsləhət etmək. Özü bilir ha, əladır. Yenə bir sənin fikri olacaq. Ən gözəli budur ki, insanım da, indi zövqümə oturmadı da, desəm ki, yox, onu da belə bir necə deyim, bir yox da, bu o demək deyil ki, məsəl üçün, və yaxud mən yox desəm, o demək deyil ki, o mahnının kölgə altındadır və yaxud partladmaya bilməz və yaxud tutuzdura bilməz, el dili ilə də belə o ara dillə desək. Amma Süleymanla bizim o qədər işlərimiz də olub. Əvvəlindən məsəl üçün bir ara gəlirdik, sonra gördüm ora dəvət, bura dəvət ki, mənim dəvətlərim də biraz çoxaldı, ya televiziya məkanına, ya məsəl üçün el şənliklərinə. Orada da görsən bizim Süleymanla oxuduğumuz xəttə, bəzən dostlarımız da istəyirəm qoyduğum efir vasitəsilə bilsinlər. Bizim o tutduğumuz xətt ki var idi, orada biraz belə də güppa gürup, çox dinamika, çox belə səsküy yox idi deyənə. O çox tədbirlərdə yox, ancaq telefonlarda sevilirdik. Ancaq maşınlarda sevilirdik. Ancaq nə bilim, istənilən bir akustik atma elə olan yerlər, ya da klublu yerlərdə sevilirdik. Amma gələk ki, məsəl üçün, mən bilirəm ki, həmən dönəmdə bəlkə də bizim üçün, necə deyim, bir şərait ya, bəlkə də özümüzdə tənbəllik eləmişik, o da var ki, hansı bir böyük bir tədbir olsaydı, bizim, çünki o janr çox sevilən bir janrdır. Bu yaxınlarda mənim qabağıma çıxdı, bəlkə də çoxdan təzə yəqin çəkilişdi, o dostumuz Namiq Qaraçuxurlu dedi ki, bu elə bir janrdır ki, yəni meyxana deyil, amma meyxanadan ayrı da deyil. Bunu həqiqətən yəni ustad fikridir. Deyir ki, bunu adını bayaqlaşdırıb, bayağı qoyub, tənqid eləməkdənsə, o həmən o savadın, o professorları, yəni o sahənin alimləri, yəni o mütəxəssisləri, yəni musiqi, həm şeir, yəni içində olanlar, onlar ona bir ad qoysalar, o daha yaxşı olar. Məsəl üçün, mən hərdən özümə sual verəndə ki, bu nədir, yəni bu janrımızın adı nədir? Deyirəm ki, o ruslar ona şey deyirlər, o avtorski pesni, müəllif mahnılar. Yəni özü yazır, özü bəstələyir, özü də oxuyur. Adətən yazan verər ki, kimsə bəstələsin və yaxud bəstəkarın bir bəstəsi olar, deyər buna söz yaz və üçüncü artıq orada olmalıdır, ifaçı. Bir də var, sən özün bəstələyirsən, özün yazırsan, özün oxuyursan və neçə insanın da qəlbinə yol tapırsanız. Mən çox danışmaq istəmirəm, mən istəyirəm Süleyman danışsın. Mən başladım da geyəcəm. Süleyman, sən danış, bəs sənə qulaq asın. Özüm danışanı görmürəm, sənə darıxmışam elə. Lamiyə xanım çox sağ olsun ki, o şəraiti yaratdı bizim üçün. Düz deyir, Aydın. Biz həmişə məsləhətləşmişik bir-birimizdən. Nə mahnı olubsa, yəni hələ necə deyim, efirə getməyən mahnılar, heç yerə sosialda olmayan mahnılar bir-birimizdə olur. Aydın mənə göndərir, mən Aydına göndərirəm. Bizdə həmişə belə olub. Sadəcə olaraq biraz da indi mənə deyirlərdi, neçə illərdə, bəs nə üçün çox iş görmürsən, Aydınla niyə oxumursan? Əslində, səbəb biraz mənə görədir, mənim işlərimə görə idi. Başqa sahədəyəm, çox, yəni konkret bu sənətdə deyiləm deyə, hərdən bir elə bil oxuyuram hobbi kimi, amma istəyirəm biraz, həmişə deyirəm, onu artırım, qoy nələrsə eləyəyim. Amma qoy tanısınlar da. Mən nə qədər vaxt sonra sizin ifanızda məni axtar, darıxanda, bunu eşidəndə çox fikirləşdim ki, ay Allah, sözmü, bilirəm İlqar Fəhmi söz İlqar Fəhmi sözü var. Musiqi mi? Düzün desəm, düşünürdüm ki, o da bir başqa adamındır. Sonra, yəni bunu bilməlidir, tamaşaçı da bilməlidir. Çünki çox sevildi, o mahnı da çox sevildi. O mahnının da başqa bir ab-havası var. Mən axtar darıxanda. Bir tərəfdən də biz insanlar elə düşünür ki, məsələn, bir mahnı duet oxunursa, o asan şeydir. Yəni, orada nə var ki, çıxdılar, duet oxudular, amma elə deyil də. Məsələn, Aydın da bilir, mən də bilirəm ki, mahnı var ki, onun xarakteri duetlik deyil. Yəni, onu tək oxunmalıdır. Həm tonaliz söhbəti var. Məsəl üçün, bizim Aydınla bir neçə mahnı oxuyanda bəzən olurdu, çətinlik çəkirdik. Baxırdı ki, yox, biz tonalizlər düzdür, deyirdik, nə vacibdir, məsələn, bunu duet oxuyaq da. Məsələn, Aydın, bunu sən tək oxuyun, məsəl üçün, bunu mən tək oxuyun. Amma elə mahnılar da var ki, ora ikimizin də səsi uyğundur. Elə halda oxuyuruq. Baxırıq ki, məsəl üçün, mən bunu ifa edirəm, özüm üçün o Uski qrup deyək, dar çərçivədə belə deyək, o 3-5 dostumuzun əyləşdiyi məkanda. Bu əladır, bunu oxusuz, bu çox sevilər. Süleyman mənə baxır, mən Süleyman deyirəm, yox, bu Süleyman səsi üçündür.
Yəni orada mənim görünməyim və parıldamağım bəlkə də necə deyim, sıxlıq və şey yaradardı, yəni diskomfort yaradar. O Süleymanlıqdır, qoy onu Süleyman olsun. Ölüm mahnında var ki, demişəm Süleyman, bu biraz baritondur, mən bunu götürürəm, özüm oxuyuram. Yəni o rahat deyə bilmişik həmişə bir-birimizə. Mən bir telefon zəngimiz var. Xanım müəllimə dedilər ki, bir hadisə danışacaq. Xanım müəllimə. Good day. Good day. Ürəyimiz. Good afternoon. How are you? Ürəyimiz. Ay bütün kanalları da inan ki bağlanıb, kanallar bağlanıb, ay Lamiyə xanım. Yox da, yox. Kanallar bağlanıb, əgər bu kontingent, ziyalı kontingendi sizə baxırsa, İnan o nə darmadağını eləmirsən da, bu nə gözəllik, bu nə ədəb, bu nə ərkan. Allah sizin o redaktoru da başınızı üstündən əski eləməsin. Sağ olun, sağ olun. İnan nə gözəl Lamiyə sözlər. xanım, mən heç zəng eləməyəcəkdim, o qədər yorğun idim. Dərsə getməmisiniz? Getmişəm, bu dəqiqə elə yorğunluq kofemi içib, düzdü kofemi. Aha. Oturub sənə qulaq asıram, bu sözün o qədər tutdu. İnan ailələr yazardın. Mən bir Rus yazıq literaturada dərs deyir, İrad xanım. Aha. Baxırdı sizə, inanın onların ailəsinin dağılan vaxtı idi artıq. O Aydın Sani qardaşım, Allah ona can sağlığı versin. Onun bir mahnısı vardı, uf. O mahnı onları qovuşdurdu. İnan Allaha, inan bu dəqiqə göz yaşlarında zəng eləyib ki, mən necə, dedim mən qoşulub deyərəm. 4 oğul anasıdır. Neçə ilin müəlliməsi. İndi kişidir də bir səhv eləmişdi. Biz yığışıb düdük ona. İnan orada da Aydın Sani'nin uf mahnısı gedirdi. Ona baxa-baxa gedib barışdı. İnan Allaha bu dəqiqə uf eləyib barışıb. Uf, o mahnını onun üçün o səsləndirsin. Onlar ikinci baharını yaşayırlar. Onlar elə bir faciədən döndülər ki, indi 4 gəlini var. İnan sənə qurban olun. Çoxdan olub, xanım müəllimə? Hələ uf mahnısı çıxan vaxtıydı, o bilir neçənci il idi. Mən İnan Lamiyə xanım, bu dəqiqə düzünü o bəzən xəyanət bilmirsən də, gəlir də indi insandır. Bizi dövrümüzdə keçməliydik. İndi İradə xanım baxır mı bizə? Baxır və ağlayır. Buradan salamlayırıq. Mən də salamlayıram. O xəyanət sözünü çox deməyin, güclə birləşiblər. Təzdən yenə də yadlarına salmayın. O birləşdirdi və o uf mahnısı ilə Aydın Sani elə bir ailəni qorudu ki, inan ona Allah balalarını xoşbəxt eləsin. O mənim dəyərli qardaşımdır. Necə özün çəki də ağırsan Lamiyə xanım, elə çəkili qardaşları da dəvət edirsən. Çox sağ olsun. Çox gözəl sözünüz, təşəkkür edirəm. İnan qurban olum, elə o ufu oxusun, onlar yenidən qovuşurlar bir yerə. Uşaqlar, zəhmət olmasa tapın uf mahnısını. Bu dəqiqə hazır. Baş üstə. Mən qoşulmayacaqdım can. Allah ömür versin. Belə dəyərli bacım, layiqli bacım, həmişə də çəkili qonaqlarınla fərqlənirsən. Minnətdaram gözəl sözlərə görə. Çox təşəkkür edirəm. Var olun. İradə xanımı da salamlayırıq və deyirik ki, elə hirslənəndə bir uf verin, keçsin, getsin. Necə ki, mən bayaq dedim ki, boş verin, getsin. Bax, Aydın Sani'nin mahnılarında, Süleymanın mahnılarında bax, bu var. Ona görə də uf axtarırsınızmı? Əslində gözəl bir mahnının yeri idi. Mən istəyərdim ki, dinləyək, ya Süleyman, ya Aydın oxusunlar. Amma qısa bir vaxtda Aydın başqa bir mahnı ifa eləyin indi. Daha sonra uf mahnısı da olacaqdı. Qoy tamaşaçılar məyus olmasın. Birdən düşünərlər ki, biz söz verdik, sözümüzün arxasındayıq. Biraz sonra olacaq. Buyurun. Təzə gözümü yummuş idim, səni gördüm ki, yuxuda gəlmisən. Vurub, qırıb, yıxıb bütün xəyalları, dağda gəlmisən. İndi nədən peşman olub, göz yaşıb, axıda gəlmisən. Ən ki sənə sağ salamat qal Allahın amanında demişdim. İndi nədən peşman olub, göz yaşıdı, axıda gəlmirsən. Mən ki sənə sağ salamat qal Allahın amanında demişdim.
sənə yar olmayacaq, bunu sənə zamanında demişdim. Ona görə də sağ salamat qalanların amanında demişdim. Məndən sənə yar olmayacaq, bunu sənə zamanında demişdim. Ona görə də sağ salamat qalanların amanında demişdim. Sevenler üçün imkan olsaydı gelen zamanı dayandırırdık. Biz eğer biz olsaydık ayrılığın atasını yandırırdık. Vefalı olsaydın eğer seninle çok şeyler alındırırdık. Alınmadı bunu sene bir dostumuzun nişanında demiştim. Vefalı olsaydın eğer seninle çok şeyler alındırırdı. Alınmadı bunu sene bir dostumuzun nişanında demiştim. Demiştim benden sene yar olmayacak, bunu sene zamanında demiştim. Ona göre de sağ salamat kalanların amanında demiştim. Benden sene yar olmayacak, bunu sene zamanında demiştim. Ona göre de sağ salamat kalanların amanında demiştim. İnatkarlığın ne bilirsen, nece tufan koparır içeride. Hansı ki bir vaxt yerdim çərəməllərindən onun zəhərdə. Ya sen gelmemeliydin ya da mən olmamalıydım bu şəhərdə. İki qoçun başı qaynamaz bu dövranın qazanında demişdim. Ya sen gelmemeliydin ya da mən olmamalıydım bu şəhərdə. İki qoçun başı qaynamaz bu dövranın qazanında demişdim. Demişdim benden sənə yar olmayacak, bunu sənə zamanında demiştim. Ona göre de sağ salamat kalanların amanında demiştim. Benden sənə yar olmayacak, bunu sənə zamanında demiştim. Ona göre de sağ salamat kalanların amanında demiştim. Verilişin sponsorları F Group Construction, geleceğinizin doğru seçimi. Tam Store Marketler şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özel gününüzün seçimi. Günorta efirdəyik. Reklamlar bitti əziz dostlar. Mən sizə sponsorlara bir təşəkkürüm var ki, onu bu dəqiqə edəcəm. Sleep Baby uşaq bezləri. Sizə balaca mələklərimizin ən yaxın dostlarından söhbət açacağım. Körpələrimizin rahatlığı və sağlamlığı hər bir valideynin arzusudur. Elə buna görə də illərin etibarlı seçimi Sleep Baby'dir. Sleep Baby uşaq bezləri. Yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Nəmi daha yaxşı obturaraq körpəmizin dərisini tərdən, bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə, biz də xoşbəxtik. Sleep Baby nəm salfetləri də var ki, ətirli, meyvəli, gigiyenikdə apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Sleep Baby'nin nəm salfetləri tam fərqlidir. Sleep Baby.
Növbəti sponsorumuz sevginin ən safanı toy günüdür. Dəniz Wedding Azərbaycan hər gəlin özünü bu gündə əsl nağıl qəhrəmanı kimi hiss edir. Gözəlliyin, zərifliyin və zövqün ünvanı Dəniz Wedding Azərbaycan. Unutmayaq ki, Dəniz Weddingdən gəlini icarəyə götürən hər xanıma gəlin bəzəyi Kamila Bitidən hədiyyə olacaq. Həyatınızın ən unudulmaz günü üçün xəyallarınızdakı gəlinlik burada sizi gözləyir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Dəniz Wedding Azərbaycan. Ünvan Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 07 70. F Group Construction arzularınızı reallığa çevirən ünvan. Dostlar, təmir, tikinti, dizayn və mebel işlərində müasir yenilikləri təqdim edir. Evinizdə və ya ofisinizdə gözəllik, rahatlıq və keyfiyyəti bir arada görmək istəyirsinizsə, doğru seçim F Group Construction'dır. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction. Əlaqə telefonları 055 666 88 88. Yeni torpaq almışsınızsa, o torpaqda bir ev tikmək istəyirsinizsə, həm tikinti, həm təmir, mebellər, dizayn, hər şeyi F Group Construction'a etibar edə bilərsiniz. Təşəkkürlər F Group. Tam Store marketlər şəbəkəsi 30 sentyabrədək uzatdıq. Bütün Tam Store'larda seçim tam, endirim çox böyükdür kampaniyası davam edir. Seçilmiş yüzlərlə qida və qeyri-qida məhsullarında möhtəşəm endirimlər sizi gözləyir. Tam Store marketlər şəbəkəsində hal-hazırda Bakı və regionda 70-dən çox mağazası müştərilərinə xidmət göstərir. Kampaniyalardan xəbər tutmaq üçün Tam Store mağazalar şəbəkəsinin sosial şəbəkələrini izləyə bilərsiniz. Mağaza filialları 24 saat fəaliyyət göstərir. Tam Store, tam istədiyiniz market. 30 sentyabra qədər vaxtınız var. Bu sponsorlara təşəkkürlərimizdir. Süleyman, yeni sosial şəbəkədə yeni bir mahnınızı izlədim. Mən sizi də xüsusilə necə ki Aydın qardaşımı izləyirəm, sizi də izləyirəm. Sizin də yeniliklərdən xəbərim var. Və o da başqa-başqa insanlar tərəfindən başladı oxunmağa. Hər kəs elə bil bir mahnınız var. Mən qəribi. Siz də qoşun. O çox oxundu. Onu biz 22-də oxumuşduq. Zahir dostumuzla oxumuşdum. Salamlayıram o da. 22-də oxuduq, amma onu çox yayımı getməmişdi. Son dövrlər... Ortaya çıxartmadınız. Son dövrlər onu bir Elbrus qardaşımız var, onu da buradan salamlayıram. O Qobustanlıdır, bir məclisdə toyların birində oynamışdı. Onun oynamağı düşdü sosial şəbəkəyə. Oradan sonra yəni o mahnı da... Mahnını axtarıb tapdılar. Mahnı tanındı, amma bizdən sonra çox oxundu. Biraz prosta mənə o təsir edən oldu ki, icazəsiz oxundu da. Yəni icazə alsalar, onsuz da yəni əslində icazəsiz mahnılarınız çox adam tərəfindən oxunur. Əslində heç çox... bilmirlər elə mahnılar var ki, müəllifi kimdir, söz kimindir, yazarı kimdir. Və son zamanlar mənə də bax xoşuma gəlmir, mənə də acıq gəlir sözün əsl mənasında ki, axtarıb tapmırlar da ki, bu mahnı kimə məxsusdur. Oxuyurlar və salam getdi. Yəni əslində də bir fragment belə oxusan, elə bir ki, çox məsuliyyətsiz yanaşırlar bu işlərə, bəli. Çox sevdim. O mahnı bu gün olacaqmı? Onu oxuyarıq. Canlı oxuyarıq, yoxsa belə? Ümumiyyətlə canlı ifa. Əslində Sima gəlir. Simanı gözləyirdim ki, canlı. Amma Sima ilə də 4-cü hissədə gəlib nə vaxt çatarsa onda canlı ifa eləyərik də. Bəlkə bir canlı ifa eləyəyim. Bizim vaxtımız var. Bu oxuya bilərikmi? Yoxsa istəyiniz nədir? Oxuyaq, yəni Səbuhi də burada bayaqdan deyir ki, bu mahnılar məni öldürəcək. Səbuhi, öldürməyəcək səni bu mahnılar. Səni yaşadacaq bu mahnılar. Buyur, tanallıq deyək, ya bilirsiniz, bilmirəm. Tanallığı, qəribi onda fa elə, sol. Sən qəribə oxuyur, ondan sonra bilir. Ya bəlkə Aydınla oxuyaq, onu sonra oxuyaq. Siz nə istəsəz? Yo. Başlayın ürəyiniz. Canlı mən istəyərdim ki, elə ikimiz bir yerdə Buyurun, o mikrofonu zəhmət olmasa oxumaq üçün. Xahiş edirəm məni axtar darıxanda da olsun o sırada. Məni axtar darxanda, səni qəm qüssə sıxanda, yorulub sərsəm həyatdan gözünün yaşı axanda, məni axtar darxanda. Küçədə
yolda yağışlar, sevişəndə, gülüşəndə, maşının pəncərəsindən üzünə damcı düşəndə, məni axtar darxanda, məni axtar boş otaqda, yoluna kölgə çıxanda, soyumuş güzgüdə bir qız sənə hiddətlə baxanda, məni axtar darxanda. Çünki çıxmaram bircə sözündən, səni allam yer üzündən, çəkərəm mavi səmaya, öpərəm nəmli gözündən, öpərəm nəmli gözündən, öpərəm nəmli gözündən. Məni axtar darxanda, səni qəm qüssə sıxanda, yorulub sərsəm həyatdan, gözünün yaşı yaxanda, məni axtar darxanda, yorulub sərsəm həyatdan, gözünün yaşı yaxanda, məni axtar darxanda. Məni axtar boş otaqda, yoluna kölgə çıxanda, soyumuş güzgüdə bir qız sənə hiddətlə baxanda, məni axtar darxanda. Soyumuş güzgüdə bir qız sənə hiddətlə baxanda, məni axtar darxanda. Çıxmaram bircə sözündən, Səni allam yer üzündən, çəkərəm mavi səmaya, öpərəm nəmli gözündən. Çıxmaram bircə sözündən, səni allam yer üzündən, çəkərəm mavi səmaya, öpərəm nəmli gözündən. Məni axtar gecə yarı, yolunu taksi kəsəndə, dayanıb yol kənarında, büzüşüb tir-tirəsəndə, məni axtar darxanda. Dayanıb yol kənarında, büzüşüb tir-tirəsəndə, məni axtar darxanda. Küçədə yolda yağışlar, sevişəndə, gülüşəndə, maşının pəncərəsindən üzünə damcı düşəndə, məni axtar darxanda. Maşının pəncərəsindən üzünə damcı düşəndə, məni axtar darxanda. Çıxmaram bircə sözündən, səni almam yer üzündən, çəkərəm mavi səmaya, öpərəm nəmli gözündən. çıxmaram bircə sözündən, səni almam yer üzündən, çəkərəm mavi səmaya, öpərəm nəmli gözündən. Çəkərəm mavi səmaya,
öpərəm nəmli gözündən. Çox sağ ol. Bravo. Çox təşəkkür edirəm. O qədər gözəl ifalardır ki, mən söz tapmıram deməyə. Əslində heç sözə də ehtiyac yoxdur. Hə, bəzən musiqi, söz, aura elə gözəl danışır ki, adam istəyir qulaq assın. Hərdən adam var susmaqdan yorulur. Nə danışmaq istədiyini bilmir, əslində danışmaq istəyir. O bir dərd, bir də susmağı onu yorur iki dərd. Amma yenə deyirəm, çox şükür eləm Allah ki, Allah qarşımıza elə insanlar hərdən çıxardır ki, deyir ya, bu yalancı, bu iki üz dünyada, bu nə deyim, insanı elə bir ömür, hər saniyə sınağa çəkən, imtihana çəkən dünyada adam tək deyir. Bax, o bir dənə təsəlli verir insana ki, istər yaxşı qonşu özü bir dənə neymətdir, yaxşı dost özü neymətdir, yaxşı ifa bir neymətdir. Əlbəttə ki, ona görə də çox şükürlər olsun Allah. Hələ yaxşı oldu bu günləri Süleyman dostumuzdan. O tandem yarana bilir. Biz onun üçün, necə deyim, bax, bayaq Süleymandır ki, mən deyim bir şeirlə, öz sözün, yəni mahnının öz sözündən şeirlə də bir məşq eləyik. İçimdə özüm bir yana, ona o qədər etibarım var ki, bilirəm ki, o necə deyim, elə məşq eləmiş kimi də onu o təqdim edəcək. Mən sizə deyim ki, o da sizi gözləyir, ha. O dinləyir və gözü sizdədir. Yəni, yol sizindir, siz nə vaxt icazə versəz, o sizdən sonra oxumaq. Yəni, bu şeylərə mən çox diqqətçiləm, çox da sevinirəm. Məsəl üçün, o bir-birimizi o dilə işarət düşünürsünüz, bəli. Həm o etik qaydalardır. Hə, etik qaydaları çox həm də vacibdir. ahəng pozulmasın. Çox vacibdir, bəli. Yəni, nə etmək istədiyim tamaşaçı üçün önəmli deyil. Mən bunu demək istəyirdim burada. Əzizim, sən nə demisənsə biz onu almışıq səndən. Bəli. Yəni, əsas o ötürdüyündür. Yəni, bilirsiniz, mən istəyirdim bunu belə təqdim edeyim. İstəyirdim, eləyərdim də adama. Eləyərdim, bəli. Ona görə deyirəm ki, onlar gecə olmamış, yəni onun qarşısında əvvəldə bir düşünürsən ki, bunu belə. Artıq süfrə açanda necə qonaq, qəfildən gələndə qonaq adam belə çaşıb qalır. Amma hazırlıqlı olanda təbii ki, qarşılayırsan qonağı. Süleyman, ancaq bəstədir, yoxsa özünüzün sözləriniz də var? Yox, bəstə də olur, söz də olur. Bəzi mahnılar var ki, elə musiqisi elə Aydınla birgə özümüzə məxsusdur. Elə mahnı var, söz mənimdir. Yəni belə. Eləsi var, hər ikisi mənimdir. Məsələn, siz bəyənirsiniz Pəncərə mahnını. Pəncərə mahnısı var bir. O, hər ikisi söz musiqi mənimdir. Mən gedirəm, uşaqlığımı gəzib gəlirəm. Bilmirəm, hər mahnıda hərə özünə məxsus olanı, özünə yaxın olanı götürür. O Pəncərə mahnısında bilmirəm, mən onu özümə götürməmişəm. Amma mən özüm onu bir rejissor kimi düşünmüşəm. Mənim beynimdə o canlandırmışam və o başa düşürəm ki, o məktəblilər üçün hər kəsin o yaralı yeri, süjet xətti var o sözlərdə. Onu da istəyəcəm biraz sonra oxuyasınız. Zeynəb xanım, gününüz uğurlu olsun. Sağ olun, sizlə bir yerdə. Necəsiz? Sağ olun, siz yaxşı olun. Qonaqlarınızı da salamlayıram, gün ortanız xeyir olsun, necə deyilir. Çox gözəl qonaqlarınız var. Adamın ruhunu oxşayan mahnılar oxuyurlar. İndi bu dəqiqə hava da elə tutqundur ki, o mahnılarla laf elə bir üst-üstə düşür. Bəli. Özüm də olub keçənlər adam xatırlayır. Məni Axtar Darıxanda mahnısını dinlədim. Elə bil ki, necə deyirlər, adam ürəyini tərpədir. Özdəki bu payız havasında laf belə adama təsir edir. Əgər sizə təsir eləyə bildiksə, nə xoş bizə. Bəli, bəli. Romantik bir fincan çay qarşınıza qoyun, ya da qəhvə qarşınıza qoyun və bu musiqilərə qulaq asın. Mən çalışacağım ki, bir saatdan çox vaxtımız var, yox, bir saata yaxın vaxtımız var ki, onu səmərəli, yəni musiqilərə qulaq asasınız. Mən çox danışmayın bu gün. Belə havaya görə, Aydına görə, Süleymana görə, sizə görə. Çox gözəl musiqi bəstəliyi Süleyman. Tanıyırsınız Süleymanı?
televizorda tək-tük hallarda görmüşəm. Yalan deyərəm, çox tez-tez görsənmir. Yadıma düşdü, görəndə yadıma düşdü. Minnətdaram, çox sağ olun. Özü gəlmir efirlərə. Biz Efirlərdə tez-tez görürsün. Mahnıları ilə necə deyərlər, onsuz da sevirik o mahnıları, amma bilmirdik ki, kimdir, simasını tanımırdıq. vacibdir bu. İndi daha yadda qaldı. Necə deyərlər indi? Çox. Adı da yadda qalan addır. Necə? Süleyman. Çox minnətdarıq, minnətdarıq ki, Var olun. belə təsirli mahnılar yazır, sözlərində, mahnısında. Mənalı mahnılar Adam yazır. mənalı, adamın ruhunu necə deyir, tərpədir, sirkələyir adamı sanki, belə necə deyim, duyğulara qərq olursan. Səsinizdən hiss eləyirəm nə qədər təsir eləyib sizə. Bəli. Çox təşəkkür edirəm. Zənginizə görə minnətdaram. Var olun. Buyur Çox sağ Süleyman, olsun. cavab Mən də verin. Gördün mü, hamıya tez-tez təşəkkürümü bildirirəm. Bizə də elə həvəs verən, yəni Stimul, əlbəttə, dinləyicilərin vacibdir. bəli, o mahnıların sevilməyidir, xoş sözlərdir. Yəni bəzən olur, bax məsələn, onu bilirəm ki, Aydın da yəni o şeyi yaşayıb. Bilirik mahnı, məsələn çıxanda biz bilirik yaxşı mahnıdır. Bir-birimizə də deyirik gözəl mahnıdır. Elə olur ki, yəni onu məsəl üçün yayıma verəndə də yaxşı mahnı olduğunu elə yayıma verməmişdən qabaq bir neçə dostumuzu atırıq. Hə, əla, gözəl. Amma o dinləyicilərin tanımadığımız insanların o reaksiyası bir başqadır. Yəni həqiqətən məsəl üçün Görürsünüz ki, bir kimsə like da bəlkə Alanya'dan ola bilər, gəldi, düzdür. bir like da öbürsündən Mən məsələn gəldi. görürsən bəzən dostlardan olur. Bəli. Biraz Ayşədən qırağçım. Görürsən ki, bir mahnı çıxardır, onu kontaktında nə qədər adam var göndərir ona. Amma biz onu eləmirik də. Biz deyirik, əgər mahnı seviləcəksə, elə seviləcək. Sevilsin. Hə, o bəzən ola bilər, çünki mən məsəl üçün elə bir insana mahnını göstərə bilərəm ki, o mənim qəlbimi qırmaz, deyər ki, yaxşıdır. Yəni o yaxşını belə də, yəni ürəyimi qırmamaq üçün deyər. Bəli. Bəlkə də məsəl üçün mən elə fikirləşirəm, bəlkə zəif mahnıdır. Amma biz çalışırıq zəif mahnı ümumiyyətlə üzə çıxarmaq, amma ola bilər də, xoşu gəlməz, amma deyər yaxşıdır. Amma o ki, dinləyicilər orada real yazırlar da, yəni o tanımır ki, o mən necə deyim, qohumu deyiləm, dostu deyiləm, tanımır. O xoş sözlər daha da stimul verir insana. Stimul verir. Bəzən elə insanlar olur ki, deyir ki, bəyənir, xoşuna gəlir, qulaq asım. Deyir, onsuz da yaxşı mahnıdır, bunu yazmasam da olar. Elə qulaq asım özüm üçün, amma bilmir ki, o yazanda nə qədər bizə ruh verir. Ruh verir. Odur ki, yazın, qulaq astınız, dinlədiniz, yazın. Yaxşı sözləri yazmağı bacarın, yaxşı sözləri deməyi bacarın. İnsanlara ruh verməyi bacarın, nə olar. Süleyman, oxu daha bir mahnın. Dinləyək, çox danışmayaq, dinləyək beyin. Sən mənim yarı tənimsən, hara getsən də mənimsən, harda olsan da mənimsən, hara getsən də mənimsən, harda olsan da mənimsən, hara getsən də mənimsən. Dünənin dərdi sən idin, bugünün dərdi də sənsən. Bugünümsən, dünənimsən, hara getsən də mənimsən. Bugünümsən, dünənimsən, hara getsən də mənimsən. Nə çəkdiyin çoxu bilməz, gecə gündüz yoxu bilməz. Sızıldayan bədənimsən, hara getsən də mənimsən. Nə çəkdiyin çoxu bilməz, gecə gündüz yoxu bilməz. Sızıldayan bədənimsən, hara getsən də mənimsən.
varsan kədərimsən, sevincli gülmə qənimsən, hara getsən də mənimsən, sevincli gülmə qənimsən, hara getsən də mənimsən, yaşaran gözümdə sənsən, qırışan üzümdə sənsən, saçıma düşən dənimsən, hara getsən də mənimsən, saçıma düşən dənimsən, hara getsən də mənimsən. Nə çəkdiyin çoxu bilməz, gecə gündüz yoxu bilməz, sızıldayan bədənimsən, hara getsən də mənimsən. Nə çəkdiyin çoxu bilməz, gecə gündüz yoxu bilməz, sızıldayan bədənimsən, hara getsən də mənimsən. Təşəkkür edirəm. Bu yeni mahnıdır da, yəni son. Aha. Hara getsən də mənimsən, yoxsa adı necə olur? Bəli, hara getsən də getsən də mənimsən, mənimsən. qısa olaraq mənimsən, belə. Aha. Ki, Sözü də, musiqisi də sizindir. yox, bunun deməli musiqisi mənimdir, sözləri bir dostum var, Elşən. Onun sözləridir. Yəni çox xoşum gəldi bu şeirdən. Elə oldu ki, musiqi də yarandı. Bəli, qərar verdim. O yaxşı tap belə eşəni salamlayırıq. Hələ o sızıldayan bədənim sənin hara getsən demə. Yaxşıdır, gözəldir. Söz gözəl olanda musiqini də apardı, fikir versin. Aydın, mən istəyirdim sizin bayaq sual verdim ki, bu yay nə yazmısınız dənizin qırağında? Şeirlərdən dinləsək yaxşı olar yəni. Şeir əslində yazmamışam. Yəni Musiqi necə yazmısınız? şeir? Yenə deyirəm, Pirşağda ki, bir il oldum, həm orada işlərimlə bağlı, həm orada o idarə etməklə bağlı, həm çıxışlarımla bağlı. Elə Pirşağı haqqında dedim, heç olmaz o kəndin gərək haqqını verəsən. Bəli, gözəl bir musiqi bəstələdim. Yəni içimdən nə gəldi, hansı söz gəldi. Mən Pirşağı mənim düşüncəmdə. Bilirik də, məsəl üçün hər yer öz bir məşhur özəlliyi ilə məşhurda. Bölgələrimiz də maşallah hamısı zinətlidir. Hamısı yəni üst. Yəni o Pirşağı da qızılqumu ilə yəni məşhurdur. Hətta mən bir dostumun atası deyir ki, gediblər o Kislovodskiy Sentukiyə ki, orada istirahət kompleksləri var. Yəni istirahət mərkəzləri var orada. Prosedurlar var orada ki, artıq müalicəvidir. Müalicəvi, bəli. Orada deyiblər ki, ona bir həkimin biri deyib, o da mənim haraldısa, həkim deyib ki, sən ki oradan bura gəlmirsən, Bakıdan da, yəni sizdə orada Pirşağı var da, yəni qızılqum var. Yəni təsəvvür eləyin, adam özü şoka düşür ki, sən buradan gelirsən, o boydana xərcün, o boyda əziyyət çəkirsən, gelirsən müalicə alasan, həkim sənə göndərir, get sənin dərmanın Pirşağıdadır yəni. Ona görə də var eləncində, məsəl üçün o İlqar Muradov ən çox sevdiyim sənətkar, məsəl üçün o, bəli, çox dəyərli sənətkardır, ustad sənətkarımızdır. Onun hansısa bir məşhur bizim psixoloq deyəsən kiməsə resept yazanda deyib ki, filan dərman və get İlqar Muradovu dinlə. Yəni biz bəzən dərdimizin dərmanını elə yerdə axtarırıq ki, heç adiyyat olmayan yerdə, amma halbuki yanımızdadır, ətrafımızdadır. Bax belə. İndi şeir olmayacaq. Şeir eləyərik, şeir də eləyərik onda. Şeirdən ibarət papuri istəyirəm. Yəni birləşə bilərsiniz ikiniz. Şeirli, musiqili də ola bilər.
Sən məni zülmətdə qoyandan bəri qap qara olmuş həyatın rəngi də. Mən demirəm ki, yanıma gəl mənim, bəsdir mənə bir telefon zəngi də. Burada biri təqvimi almış ələ, günlərini saymağa başlar ayın. Zəng elə bir kəlmə de ki, yaxşıyam. Mən də rahat, mən də olum arxayın. Həddini çox aşdı şirin duyğular, ağlım əzəldən bu işə qarşıdır. Talih ayırmışsa bizi bəlkə də hər ikimiz üçün də belə yaxşıdır. Hər ikimiz üçün də belə yaxşıdır. Sən gedəni qəlbimə daş bağlamışam. İntizarın illərimi aldı mənim. Kaş biləydin nə qədər ağlamışam. Hər dəfə yollarda gözüm qaldı mənim. Kaş biləydin nə qədər ağlamışam. Hər dəfə yollarda gözüm qaldı mənim. Bəlkə də heç gəlməyəcəksən bu gecə. Bəlkə də yollarını hədər gözləyirəm. Hər kəsin öz yar gəlib kama çatır. Bir mənəm illərdir xəbər gözləyirəm. Bəlkə də heç gəlməyəcəksən bu gecə. Bəlkə də illərini yaman gözləyirəm. Hər kəsin öz yar gəlib kama çatır. Bir mənəm illərdir xəbər gözləyirəm. Ay kimi gizlənmə buludlarda. Yoxsan əzizim neçə müddətdir. Sən bir ümid ver mənə şam boyda. Baxmaram aləm qara zülmətdir. Mən gecələrdən niyə qorxum ki? Qorxudan onsuz ürəyim yaradır. Mən niyə qorxum ki qaranlıqdan? Taleyim ondan daha çox qaradır. Daha çox qaradır. Ay kimi gizlənmə buludlarda. Yoxsan əzizim neçə müddətdir. Sən bir ümid ver mənə şam boyda. Baxmaram aləm qara zülmətdir. Sən bir ümid ver mənə şam boyda. Baxmaram aləm qara zülmətdir. Mən gecələrdən niyə qorxum ki? Qorxudan onsuz ürəyim yaradır. Mən niyə qorxum ki qaranlıqda? Taleyim ondan daha çox qaradır. Mən niyə qorxum ki qaranlıqda? Taleyim ondan daha çox qaradır. Olsa da qəm möhnət hücumda, yarım o imkanı yaratmaz. Kölgəsi durmuş baş ucunda, o məni yatızdırmasa yatmaz. Olsa da qəm möhnət hücumda, yarım o imkanı yaratmaz. Kölgəsi durmuş baş ucunda, o məni yatızdırmasa yatmaz. Bilmem məni niyə atmış, unutmuş əhdi peymanına qurban oldum. Yoxsa özgəsinə özünü tutmuş, yeni sevdasına qurban oldum. Yoxsa özgəsinə özünü tutmuş, yeni sevdasına qurban oldum. O benim sevgilim
onsuz üzüm gülməz, açılmaz aynam, açılmaz aynam. O mənim sevgilim, o mənim sanam, onsuz üzüm gülməz, açılmaz aynam, açılmaz aynam. Yoxsa özgəsinə üzünü tutmuş, Yeni sevdasına qurban olduğum. Yoksa özgəsinə üzünü tutmuş, Yeni sevdasına qurban olduğum. Reklamların vaxtıdır. Biz reklamlara ayrılmalıyıq. Amma siz bizdən ayrılmayın çünki davamını reklamlardan sonra eşidəcəksiniz. Buyurun baxaq. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Dəniz Wedding, özəl gününüzün seçimi. Günorta efirdəyik. Belə, reklamlar bitdi. Mən sizə demək istəyirəm ki, Sima Nəsirova bizə qoşuldu. Xoş gəldin, Sima. Salamlayıram. Yaxşı da axırda axırıncı boşda qoşuldu. Yenə də heybi yoxdur, neyim? Bir saat gecikmişəm, o da tıxacda da qalmışdım. Tıxac, əslində bəli, tıxacı Mən də nəzərə. konservatoriyada oxuyuram, ona görə... Əsas odur, sən konservatoriyada oxuyursan və sən dərsdən gəlirsən. Biz onu bağışlayırıq. Bitirə bilmirəm. Belə, mən sizə tez bir zamanda, qısaca sponsorlarımıza bir təşəkkür edəcəm ki, verilişimizin sponsorları Sleep Baby, uşaq bezləri, Sleep Baby, yanlardakı elastik bantlar övladlarımızın inkişaf dövründə rahat hərəkət etməsi üçün tam əlverişlidir. Sleep Baby nəmi daha yaxşı hopduraraq körpəmizin dərisini tərdən bişməcədən qoruyur və bədəndə səpkinin yaranmasına mane olur. Sleep Baby, körpəmiz xoşbəxtdirsə biz də xoşbəxtik. Sleep Baby'nin nəm salfetləri var, ətirli, meyvəli, gigiyenik və s. Sleep Baby uşaq bezləri bizim mələklərimizin yaxın dostudur. Apteklərdən və marketlərdən əldə edə bilərsiniz. Dəniz Wedding Azərbaycan bizim sponsorumuzdur. Gəlinlər, gözəlliyin, zərifliyin və zövqün ünvanıdır Dəniz Wedding. Dəniz Wedding bilirsiniz ki, buradan gəlinliyi götürən hər kəs Camilla Beauty'də pulsuz hədiyyə olaraq saç düzü, makyaj, yəni bəzənib düzənəcək bu gəlinlər. Bəylər də əlləri cibində. Amma pul vermirlər. Unutmayaq ki, Dəniz Wedding həyatımızın ən unudulmaz gününü daha da xoşbəxt edir. Çünki bizdə hər gəlin bir nağıl qəhrəmanıdır. Ünvan Xocalı prospekti 29, əlaqə nömrələri 050 424 07 70. F Group, tikinti, təmir, mebel, dizayn, bax buna ehtiyac varsa F Group'a müraciət edəcəksiniz. Arzularınızı reallığa çevirən ünvandır. Zövqünüzü əks etdirən interyer, uzun ömürlü mebel və mükəmməl tikinti işləri üçün seçiminiz F Group Construction olsun. Burada tikinti, təmir, dizayn, mebel işlərində müasir yeniliklər var. Evinizin və ofisinizin gözəllik, rahatlıq və keyfiyyəti bir arada istəyirsinizsə, bu doğru seçim F Group Construction'da. Əlaqə nömrələri 055 666 88 88 və 30 sentyabra qədər uzatdıq bunu. Bilin ki, tam storlarda seçim tam, endirim çox böyük kampaniyası davam edir. Bilirsiniz ki, Tam Store Marketlər şəbəkəsi hal-hazırda Bakıda və regionlarda 70-dən çox mağazası var. 24 saat fəaliyyət göstərir. Tam Store mağazalar şəbəkəsi haqqında informasiya bilmək istəyirsinizsə, mütləq sosial şəbəkələrə müraciət edəcəksiniz. Tam Store, tam istədiyiniz market. 30 sentyabra qədər Tam Store'larda seçim tam, endirimlər çox böyükdür. Kampaniyası davam edir. Sponsorlara təşəkkürlər, təşəkkür İnstudiyaya. Mənim Günayım, saç ustam. Günayım, bax, belə sadə bir görünüşlə gəldim qarşınıza. Vizaj ustam Zeynəbim, sağ olsunlar, tezdəndən gəlirlər mənə, xidmət göstərirlər. İnstudiya, bəli, Nigar İbrahimova başda olmaqla bütün komandanı salamlayıram. Anar usta, Günay usta bir xüsusilə bu saç dizimini mənə Günay usta hazırlayıb. Təşəkkürlər. Belə, mən istəyirəm, Aydın, davam eləyək. Sima da dedi ki, canlı oxumaq istəyirik. Heç fonoqrama ehtiyac yoxdur, nə gözəl. Çünki zamana az qalıbdı. Dedim, bəlkə yağış yağmır ki. Yağırlar, yağır. Hə, narın. Onda xahiş edirəm. Leysan gedir deyirlər. Narın yağış. Buyurun. Tanallığı deyin və başlayaq.
Re, bayaq məncə re. 15 dəqiqə vaxtımız var, xahiş edirəm sizlə. Şeirlə də başlaya bilərik. Sen ki çıkıp gittin, bir dəfəlik gittin. Sanma ki sensiz yaşamak hoşdur. Ruhum əraletsiz, olma ədaletsiz. Qəlb evi səndən sonra bomboşdur. Sen ki çıkıp gittin, bir dəfəlik gittin. Sanma ki sensiz yaşamak hoşdur. Ruhum hararetsiz, olma adaletsiz. Kalbimi senden sonra bomboştur. Aylar saydım mı, günlere baktım mı? Ben yada düştükçe darıxdım mı? Sen bu məhəbbətdə yandın mı? Attığın attığından utandın mı? Ayları saydım mı? Günlere baktım mı? Ben yada düştükçe darıxdım mı? Sen bu məhəbbətdə ben kimi yandım mı? Attığın attığımdan utandın mı? Həsrətdən yollara göz dikerem, bir papiros çekerem, bir gile yaş dökerem gözden. İsmet'ten ömrüm hara kaçar, yok bizde o bacarıq, birbirimizi taparıq tezden. Həsrətdən yollara göz dikerem, bir papiros çekerem, bir gile yaş dökerem gözden. İsmet'ten ömrüm hara kaçar, yok bizde o bacarıq, birbirimizi taparıq tezden. Biri vardı çoktan, izi kaldı kalpte, canımın damlasında. Duruyormuş orada, sanki bir düşmancasına. Sevemez misin aşkın, ağlayamaz mı gönlümün bahçesine? Kanadım kırıldı bak, yağmurum ol yar yüzüme. Tükendim çok yaraları açan, dağılmıyor içimdeki duman. Sen istersen gel artık o zaman, gel artık yok yüreğe dokunan. Tükendim çok yaraları açan, dağılmıyor içimdeki duman. Sen istersen gel artık o zaman, gel artık yok yüreğe dokunan. Sənə məktub yazıram, yazıram ki bağışla. Burada hava pis keçir, ara vermir yağışlar. Tek yatıp tek durmaqdan bezdirmişəm otağı. Bilirsən, pinti olur yalqızların yatağı. Yalqızlar az yuyunur, gəlir yalqızlardan ey. Çayları soyuq olur, yeməkləri alaçı.
çikli ayaqqabılar, dibi yanmış qazanca, bir qırıqda ümid var. Qayıdacaq qaçansa. Hələ bunun gecələr içi bağlamağı var. Saçın daramamağı, saqqal saxlamağı var. Üstə gəl pəncərədən gözünü yola dikmək. Bir var gələni gözləyərlər. Bir də var ki, gəlməyəni gözləmək. Qadın həsrət çəkmək. Sənə məktub yazıram. Yazıram ki bağışla. Burada hava pis geçir. Ara vermir yağışlar. Tək yatıb tək durmaqdan bezdirmişəm otağı. Bilirsən pinti olur yalqızların yatağı. Çirkli ayakkabılar, dibi yanmış kazanca, bir kırıkta ümit var, kaydaca kaçansa. Çirkli ayakkabılar, dibi yanmış kazanca, bir kırıkta ümit var, kaydaca kaçansa. Sənə məktub yazıram ki bağışla. Burada hava pis geçir, ara vermir yağışlar. Sənə məktub yazıram ki bağışla. Burada hava pis geçir, ara vermir yağışlar. Yazdın son mektup şu an elimde. Okuyup ağlıyorum her kelimede. Demek ki yalanmış aşkım sevgimle. Mutlu ol diyorsun, sensiz olur mu? Teselli artık neyi değiştirir ki? Elinle kabrimi kazdın bunu ki. Ben zaten dünyadan gün görmedim ki. Sonunda beni vurdu bu son mektuplar. Ayrılsak da mutluluk Dilerim sana. katlanmak zorundayım gözyaşlarıma. Yazdığın haberi her satırda. Ecelimi yazsan da bu son mektupla. Ayrılsak da mutluluk dilerim sana. Katlanmak zorundayım gözyaşlarına. Yazdığın haberin her satırda. Ecelimi yazsan da bu son mektupla. Biz səninlə əl-ələ tutub gəzişməliydik. Çox şeyi bölüşməliydik. O son görüş yerinə gəlib görüşməliydik. Gələ bilmədim, bağışla. Sənlik heç nə yoxdur əzizim, başa düşdüm. Görünür ki, mən dəyişdim. Sənə bir şey olsa, ölərəm demişdim. Ölə bilmədim, bağışla. Ölə bilmədim, bağışla. Şimdi bana kaybolan yıllarımı verseler. Şimdi bana seninle bir ömür vaat etseler. Şimdi bana yeniden ister misin deseler. Tek bir söz bile söylemeye hakkım yok. Şimdi bana kaybolan yıllarımı verseler. Şimdi bana seninle bir ömür vaat etseler. Şimdi bana yeniden ister misin deseler. Tek bir söz bile söylemeye hakkın yok.
5-10 günə vəfa yox, ara bir əlaqə saxla. Ölüb eylərəm vəfasız, gec olar biləndə sən üçün. Gecə eşqin ilə yatmaq, səhər eşqin ilə durmaq, elə bəxtəvər olurdum günümü böləndə sən üçün. Əcəl onsuz ay vəfasız, düşür hər gün arxamızca. Elə ölmək isə ölərəm öləndə sən üçün. Dedim ey pəri, yolum bəs nə zaman düşər bu yana? Dedi yoldayam əzizim, nə alım gələndə sən üçün, nə alım gələndə sən üçün. Biz səninlə əl-ələ verib gəzişməliydik, çox şey bölüşməliydik. O son görüş yerinə gəlib görüşməliydik, Gələ bilmədim bağışla. O son görüş yerinə gəlib görüşməliydik, Gələ bilmədim bağışla. Sənlik heç nə yoxdur əzizim başa düşdüm. Görünür ki mən dəyişdim. Sənə bir şey olsa ölərəm demişdim, ölə bilmədim bağışla. Sənə bir şey olsa ölərəm demişdim, ölə bilmədim bağışla. Bir vaxtlar mən verəndə dəyər sənə, düşündüm ki dəyər sənə. Sən demə heç dəyməz imiş, dəyər verdim ədər sənə. İnan kimsə verməyəcək dəyər mənim qədər sənə. Bir vaxtlar mən verəndə dəyər sənə, düşündüm ki dəyər sənə. Sən demə heç dəyməz imiş, dəyər verdim ədər sənə. İnan kimsə verməyəcək dəyər mənim qədər sənə. Yüreğimi sen açsan, dertlerimi sana danırsan, neylersen bana göre neylersen. Yüreğimi sen açsan, Dertlerimi sənə danışsam, neylərsən mənə görən, neylərsən. yaramı merhem istersen, ondan imdad dilersen, neylersen bana göre neylersen. Yaramı merhem istersen, ondan imdad dilersen, neylersen bana göre neylersen. Bak yine hicran, ayrılık nece geldi bizden habersiz. Gel yandım ama değirdim ki yaşayabilmezsen bensiz. Ayrılığın nəğməsin çalır Gecelerin pıçıltısında, ay kalbim otlardan alışır yanır. Yer ile göğün arasında. Harda kaldın gelmedin, sevirem değirdin. Niye gel bele yazalım defter.
yazılıb bəxtimdən. Ayrılık nəğməsi çalır Gecelerin pıçıltısına Hey kalbim otlardan alışır yanır Yer ile göğün arasında Teşekkür ederim. O kadar güzel ifa gedir ki saxlaya da bilmirəm. Dayanın deyə də bilmirəm. Çox təşəkkür Səbuy, sənə də xüsusi təşəkkürlər. Hər birinizə ayrı-ayrılıqda. Çox sağ olun. Biz təşəkkür Ayrı-ayrılıqda sizə təşəkkür edirəm. İnanın ki, bir neçə saat oxuyarıq, sadəcə vaxt məhdudiyyətinə görə. Mən də dayanın demərəm ha. Bizə də xoşdur. Həqiqətən xoş oldu. Doğrudan özümüz də zövq aldıq. Dostlar, kövrəldiblər məni də. Əslində nəğmənin tam içindəyəm. Tam sizinlə birgə mən də elə qəlbim, ürəyim oxuyur. Mən Aydın təşəkkür edirəm sizə. Sizi yenidən görmək istəyirəm verilişdə. Mən düşünürəm ki, 2 saat bizə görmədi bu gün. Vaxtımız çatmadı. Həm söhbətə, həm Süleyman xahiş edirəm, biz dəvət edəndə gəlin. İnşallah, canla başla Allah qoysun. Gözəl nəğmələr, gözəl yeni mahnılar və elə oxuduqlarınız da, köhnə deməyim də, yəni olanlar da büyün yeri var idi əslində hamısına. Nədənsə yağış da yağır. Heç yəni bunu düşünsəydik belə. Verilişə qonaq çağırmışıq neçə gün bundan öncə, amma büyün yağış da yağdı. O qədər gözəl romantik. Bəli. Hətta 5 dəqiqə də vaxt verdilər bizə. Çox təşəkkür edirəm. Vaxtımızı da artırdılar. Amma bizə bu yetməz ki. Sənət, yaradıcılıq olan yerdə bu bizə yetməz. Belə. Mən təşəkkür edəcəm. Sonda icazənizlə istəyirəm Süleyman bir nəğmə ifa eləsin. Çox sosial şəbəkələrdə çox yayılan bir nəğməni və Necə sevirəm o mahnını. Bir sözünüz varmı? Sağlaşmaq istəyirdim. Hər zaman sevimli qalaq, hər zaman baxımlı qalaq. Tez-tez gəlin, Bunu xahiş arzulayıram edirəm. baş üstə. Yəni mən heç yadıma gəlmir ki, mən məsəl üçün buradan Lamiyə xanım desin və yaxud MTV-dən mənə zəng gəlsin, mən deyim ki, yox gəlmirəm Yox, və yaxud söz işim var, eşitməmişəm. heç var. Həmişə vaxtımız olub, vaxt ayırmışıq bir-birimizə və Minnətdarım. hər zamanda elə belə olacaq inşallah. Mən də öz təşəkkürümü bildirirəm. Belə, Çox sağ bugün bu olun. qədər. Sabah eyni vaxtda, eyni məkanda görüşəcəyik. Sağ olun. Düşdüm elə dərdə qəmə, dərdimi aldım qələmə. Qırdı ümidlərimi həyat, məqsədi yıxmaqdı demə. Mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi. Qəribi, 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 mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi. Xatirələr qucaq-qucaq, mən elə onlar qalacaq. Gör necə zalımdı fələk, saldı öz eşqindən uzaq. Mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi. Qəribi, 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 mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi. Həyat məni sıxdı yaman, daha canımda qalmadı can. Düşdü yolum yad ellərə, qocatdı qürbətdə zaman. Mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi. Qəribi, 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 mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi. Qəribi, 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 mən qəribi, mən qəribi, mən qəribi, ay mən qəribi.
Orta efirdəyik. Verilişin sponsorları F Group Construction, gələcəyinizin doğru seçimi. Tam Store Marketlər şəbəkəsi. Sleep Baby uşaq bezləri. Deniz Wedding, özəl gününüzün seçimi.